Bir dənə qadın çıxmışdı, orada peyğəmbərliyini elan eləmişdi. Peyğəmbər də çıxartmışdı onu qurultaydan. Halbuki çox normaldır. Yəni bəlkə peyğəmbərdir həqiqətən. Yəni Xəbərlərdə çıxır ki, kimisə hansısa imam olduğunu elan edən adamı, peyğəmbər olduğunu elan edən adamı həbs eləyib tuturlar. Azərbaycanda, Türkiyədə zorakılıq deyiləndə bu insanların həbsini anlayıram. Bu insanların təqib olunmağını, fiziki şiddətə uğramağını filan anlayıram. Məhəmməd peyğəmbərin vaxtında onunla eyni zamanda peyğəmbərliyini elan eləmiş başqa adamlar olub Ərəbistanda. İsa'nın dövründə başqa yəhudi məsihləri çıxıb eyni anda filan. Bunlar mümkün olan şeylərdir. Mən bunları tənqid edəndə mən buna sadəcə ifadə azadlığı kimi baxıram. İsa'nın özü ilə məzələnən karikaturalar çəkə biliriksə qərbdə, bu xristianlığa qarşı, nə bilim, Papa bunu zorakılıq adlandırmır məsəl üçün. Zorakılıq ancaq o vaxt adlandırılır ki, kimsə gedir Charlie Hebdo-da kimlərisə güllələyir və Məhəmməd peyğəmbərin karikaturasını elədiyinə görə. Zorakılıq budur. Kimi səsləndirmək və yaxud kimisə lağ eləmək, məncə bu ifadə azadlığının bir hissəsidir. Open marketplace of ideas deyirlər, ideyalar bazarı. Və bu ideyalar bazarında sadəcə sən də o ideyaya qarşı öz ideyanı ortaya qoyursan. Gənclərin tənqidə etirazı da çox kəskindir. Təxminən 67% insan deyib ki, söz azadlığını bəhanə eləyib bütün dinləri tənqid eləmək olmaz. Ən çox yenə Bakı sakinləri dəstəkləyiblər, 54% isə deyib ki, yox. Əslində söz azadlığı həm də dinin tənqidini ehtiva eləməlidir. Başqa bir maraqlı və biraz da belə qorxunc bir statistikadır əslində. Gənclərin 64%-i fərqli dinlərin və mədəniyyətlərin bir-birinə qarışmasının Azərbaycan üçün faydalı olacağı fikri ilə razıdır. Yəni buna qarşıdır.